Ne olur? Karıştıran bırakın. Aa! Həsənov Həsən Qədiroğlu törətdiyi cinayətə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin. Sən kişiliyin. Buradan çıxan kimi birinci nə edəcəksən? Nətər yəni nə edəcək? Çıxan kimi rəngli paltarlar geyinəcək də. Düzəlmədin də sən. Deməmişəm ağıllı ol. Nə dedim mən? Oyununa bax. Bu apelyasiyadır, nədir? Bir şey arayırmış ama. Mən əvvəl inanmırdım belə şeylərə. Demək inanmaq lazımıymış da. Günahın yoxsa gezi tezi var da. Oyuncu aparsın. Aparır. Sabah məni də 20 içərsən, Məlikin çaxırından. Buradan çıxan kimi birinci sənin məsələnlə məşğul olacağım. Vəkillə danışmışam, deyib hər şeyi həll eləyəcəm. Bir şey qalmayıb, il yarıma çıxaram zaten. Niyə də, niyə? Biz niyə günahsız ola burada çürüməliyik? Hamısının axırına çıxacağım. Hamısı cavab verəcəklər. Həsən, Həsən. Geçmişin başını bırakmadık. Çık get rahat yaşa. Heç kimə, heç nəyə fikirləşmə. Sən ailəvə lazımsan. Yox, Əhməd. Mən elə bu məsələnin axırına ailəmə görə çıxacağım. Səni də burada qoymayacağım. Sən ölməyəsən, mən hələ beləsini ilikməmişəm. Bu qədər var dövlətin ola, pulun ola. Yenə də heç də eləyə bilməyəsən. İndi nə deyir? Yox, deyir Talih. Həsən də sabah həbsdən çıxır. Belədir. Fikirləşir ki, oğlu çıxandan sonra hər şey düzələcək. Bilirsən mən nəyə efsənirəm? Bu qədər pul tök. Tutdur onu, bankrot elə, yenə də dirəşsin. Mənim qardaşım bax o torpağa görə tutulub. Talih. Deyirəm bəlkə başqa yerdə tikək. Hə, beynimi xarab eləmə də. Səndən 1000 dəfə bu barədə danışmışam. O çertyoj, o torpağa görə hazırlanıb. Variant yoxdur. Ha, dört göz. Ne daha fikirlisən? Dostun çıxır, sən aparmır, hə? Balaca. Ne danışırsınız? Heç nə.
Bəs nə deyirdi sən? Ay elə belə söz deyirdi, sən niyə də Sabahınız xeyir. Tamam. Ay cemaat, bugün böyük gündür. Həsən həbsxanadan çıxır. Təbrik edirəm. Sağ ol Ömer. Təbrik edirəm. Deyirəm adam bura girəndə o qədər planlar qurur. Sonra da hamısı yadından çıxır. Evet, cemaat o boyda Qarabağ alıb gəlib. Sən hələ də plandan zaxtan danışırsan. Bilirsən dərd nədir? Dərd odur ki, mən hələ bundan 3 il buradayım. Gör üçünə kim ölə, kim qala. Əsas o da ümidimizi itirməyək. Bax onu düz deyirsən. Kim nə desə təsdiqlə. Gedək yemək yeyək. Gedin, siz gedin, gəlin. Həsən! 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 Yaxşı, bəs nə edək?